Hər vaxtınız xeyir olsun değerli izleyiciler. Bugün sizlerle birlikte çok möhtəşəm bir vişneli salat hazırlayırıq. İlk olarak sosumuzu hazırlayaq. 1 çay kaşığı duz, 1 çay kaşığı sumaq, 3-4 yemək kaşığı nar şərab, 1-2 yemək kaşığı duru yağ ve 1 çay kaşığı civarında nanəni əlavə edib qəşəng bir sos hazırlayıb bir qıraqda 10-15 dəqiqə gözlətdiririk bütün ərzaqların birbirine karışması üçün. Daha sonra ise 3 adet pomidorumuzu nazik dilimləyirik aypara şəklində. Vişnəmizin çoxluğundan asılı olaraq pomidor sayını azaldıb çoxalda bilərik. Mən 3 dənə istifadə etdim. Videoda siz 2 dənə görsəniz də, amma yenə də mənim vişnəm biraz daha çox idi. Yəni ağız dadınıza uyğun olaraq buradakı sayı ayarlaya bilərsiniz. Pomidorlarımızı tam-tamına nazik şəkildə mümkün qədər doğrayırıq. Daha sonra ise bir qıraqda bir qabın içərisinə əlavə edib keçirik qırmızı soğanımızı doğramağa. 1 adet qırmızı soğanımızı da qəşəngcə soyub yuyuruq. Daha sonra ise nazik dilimler şeklinde dilimləyirik və hər bir dilimin ara qatlarını açırıq. Bacardıkça soğanlarımızı nazik doğramağa çalışırıq. Yəni maksimum ince olsunlar ki daha hoş bir görüntü ve daha dadlı bir lezzet yarada bilsinlər. Soğanlarımızı videoda gördüğünüz şekilde bir açıp pomidorların üzerine əlavə edirik ve keçirik göyərtilərimizi doğramağa. Bir dəstə cəfəri ve bir dəstə reyhanım var. Onları da nazik doğrayırıq. Daha doğrusu kiçik doğrayıp salatımızın üzerine əlavə edirik. Qeyd edim ki, nə qədər hələ də gec deyil. Mümkün qədər vişnə soyuducuya yığmaq lazımdır ki, qışda bu salatlardan, qəşəng dadlı desertlərdən hazırlayıb gələn qonaqlarımızı şoka sala bilək və onlara ləzzətli bir təamlar hazırlaya bilək. Yəni mən o şəkildə etmişəm. Bacardığım qədər vişnəni soyuducuda saxladım. Daha sonra isə hazırlamış olduğumuz sosla salatımızı qovuşdurup üzerine tumlarını çıxartmış olduğumuz vişnələri əlavə edib yaxşıca qarışdırırıq. Vişnələrin tumlarını mütləq çıxarmaq lazımdır ki, yeyən zaman ağızda narahatçılıq yaratmasınlar. Belə edəndə daha səliqəli bir görüntü olur və yeməsi daha rahat, daha xoş olur. Daha sonra yaxşı qarışdırıb üzərinə mən küncüt də əlavə etdim servis edən zaman. Əgər vaxtınız varsa 1-2 saat salatı dincəlməyə qoysanız lap əla olar. Hazırlayan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın. Hələlik.